xanım, şöyle istəyərdim ki, hadisə ilə bağlı, siz Rövşən Süleyman vaxtdan bir yerdə oldunuz, Rövşən Süleyman Zadələr tutulma anını görmüşsünüzmü, bununla bağlı geniş ifadə edəsiniz. Bir anda əvvəldən deyəsiniz ki, onu hardan tanıyırsınız o şəxs, nə münasibətləriniz var? Sadəcə belə sevgili kimi, belə heç bir münasibət yox. Aynen. Buyurun, vəkilin sualına cavab verin. 28 yanvar 2025-ci il tarixində biz Rövşənlə birlikdə Masazı rayonu, Abşeron rayonu Masazı qəsəbəsində yerləşən evdə olmuşuq. 28-i gecə saatlarında Rövşənin nə edəcəyini soruşdum və o həm həkimə, həm də göyrəndici inşalları dərziyə vermək istədiyini dedi. Mən isə soluna gedəcəkdim, onunla bağlı dedim ki, həm səhər həkimə gedərik, ondan sonra da gözəllik salonuna gedərik. Dilarə Riva küçəsində yerləşən hər hansısa bir dərzilərdən birinə göyrəndici inşalları verərik. O da razılaşdı və biz səhər Nərmanovda yerləşən xəstəxanaya getdik və oradan sonra Rövşənin məhsuluna evə qayıtdıq. Və sonra isə günortadan sonra iri çantama göyrəndici inşalları qoydum və sonra biz Rövşənin məhsulunun Çanqa markalı avtomobilə mindik və sonra Dilarə Riva küçəsində biraz qalmış Rövşən Coca-Cola tutkasının ağzını açıb içmək istəyərkən kolla Rövşənin ağ rəngli şalvarına daxıldı və o isə gedək masajıra tezəndən sonra qaytarıq dedi, çünki dəyişib sonra qaytarıq. Mən isə razılaşmadım və sonra gec olacağından gəl istəyirsən göyrəndici şalları verim sənə geyin, sonra isə ağ şalvarı sonra isə Dilarə Riva sonra isə gedərik biz. O isə razılaşdıq və mən gözümün qarşısında ağ rəngli şalvarı dağıdıb və sonra iri çantamla göyrəndici şalvarı çıxarıb sağ sol gözləri çıxmışdı, onları əlimlə geri saldım və artıq günlərdə yoxlamaq məqsədilə əlimi orada saldım və heç bir əşya, heç bir vasitə, heç bir əşya yox idi və mən də Rövşənə təqdim elədim, yəni göyrəndici şalvarı. O isə geyindi və sonra canlılar çıxdı yerdə, mən isə ikimiz də bir yerdə maşından düşdük. Mən Dilarə Riva küçəsində yerləşən gözəllik salonunun qarşısına keçdim, o isə öz sərnişin